6 yaşlı beyin atrofiyasından əziyyət çəkən pasientimiz mərkəzimizə müraciət etdi və biz ona həm müalicə, nevroloji müalicə, həm də ki, kök hüceyrə müalicəmizi tətbiq etdik və yanaşı olaraq hər zamanki kimi reabilitasiyanın da vacibliyi vurğulanır və buna görə də bizim fizioterapevt, mən çox istərdim ki, Aysun xanım məlumat versin. Kök hüceyrə zədələnmiş toxumaya potensial verir. Biz isə bu potensialı stimullaşdırmağa çalışırıq və funksiyaya çevirməyə çalışırıq. Bunun üçün reabilitasiya çox önəmlidir. Reabilitasiyamızda özəlliklə beyin atrofiyası keçirilmiş uşaqda reabilitasiyada neyrostimulyasiya, neyroplastisiyyanın stimullaşdırılması çox önəmlidir və mən bütün reabilitasiyamda bunun üçün özəl metod olan DMI terapiyasından istifadə etmişəm və beləliklə çox gözəl nəticə aldıq. İlkin olaraq biz zədələnmiş sinir hüceyrələrini kök hüceyrələri vasitəsilə bərpa etdik və hər zaman qeyd etdiyim kimi daxildən müalicəmizi aparırıqsa, xaricdən də müalicə aparılmalıdır və qeyd edim ki, bu kombinə şəklində aparılan müalicələr daha effektiv nəticələr verir və burada həm kök hüceyrə müalicəsi, həm dərman müalicəsi, həm də ki, reabilitasiya birlikdə aparıldıqda daha effektiv nəticələr əldə edirik. Və bu effektiv nəticələri düzgün reabilitasiya ilə aparmaq çox önəmlidir. Hər reabilitasiya uşaq üçün faydalı olmur. DMI terapiyası ilə birbaşa sinapsları yaradırıq və funksiyanı uşağa birbaşa nevrolojik olaraq öyrədirik və bu da çox gözəl nəticələrə səbəb olur.